Bismillahirrahmanirrahim. Bugünkü sualımız belədir. Uşağına süd verən ana, uşağın qidalanması üçün ana südünün əvəzedicisini tapa bilmirsə, bu halda orucunu pozmalıdırmı? Orucunu poza bilərmi? Ancaq və ancaq uşağa ana südü ilə uşağı qidalandıra bilirsə, məsələn, adi yeməklər yoxdur, nan yoxdur və ilaxır. Cavab belədir. Uşağa və ya özünə zərər dəyəcəyindən qorxarsa, bu halda orucu pozması caizdir. Yox, əgər uşağa və özünə zərəri yoxdursa, orucu poza bilməz. Bəli, indi zərərdən qorxuram və orucu pozuram. Əlavə nəsə vacibdir? Deyir, bəli. Hər günün əvəzinə 750 qram fəqirə fidyə verməlidir və ardıca sonradan həmin günün, həmin günlərin qəzasını yerinə yetirməlidir. Qəzası yerinə yetirmək vacibdir. Elhamdülillahi Rabbil alemin. Və sallallahu alə Muhammedin və alihi tahirin.